inkarda olur. Məsələn, deyirəm oxumuş insan, bir də deyirəm oxumamış insan. İndi oxumamış deyəndə nə olur? Mamış olur avtomatik sözün tərkibində. Və nə ilə eyniləşir? Feili bağlamanın mamış şəkilçisi ilə. Düzdür? İndi biz bunları bir-birindən necə fərqləndiririk? İndi cümlələr deyirəm, misal üçün. O dərsini oxumamış gəlmişdi. Bir də deyirəm ki, oxumamış insanlar çoxdur. Hansı feili sifətdə, hansı feili bağlama? Oxumamış insanlar nədir? Feili sifət. İndi biz bunu necə müəyyənləşdiririk, necə təyin edirik? Feili sifət olanda orada mışı anənlə əvəz edə bilirsiniz. Oxumamış insan, yəni oxumayan. Aydın oldu feili sifətin şəkilçisi. Bir də deyirəm, oxumamış gəlmə. Burada nə ilə əvəz edə bilərik mamışı? Oxumamış gəlmə. Yəni oxumadan. Oxumadan. Madanla əvəz edirik. Feili bağlamanın axı madan şəkilçisi də var. Başa düşdünüz? Ona görə deməli necə ayırdıq? Bunu dəftərinizə yazın. Baxın, bir feildə mamış varsa o həmişə feili bağlama olmur. Mış anənlə əvəz olunarsa feili sifətdir. Mamış şəkilçisi orada madanla əvəz olunarsa feili bağlamadır.